Salam əziz tərbiyəçi müəllimlər. Bu gün sizə yanaşmaların açar məqamlarla hazırlanmış izahlarını vermiş olacağam. Bu şəkillərdə əsasən Montessori, Reggio Emilia, Waldorf və bir də Friedrich Froebel yanaşmaları haqqındadır. İlk öncə Maria Montessori. Bildiyimiz kimi Montessori modeli 1900-cü ilin əvvəllərində Maria Montessori tərəfindən yaradılmışdır. Bəs Montessori yanaşmasının əsas mərkəzi nə idi? Təbii ki, uşaqlar. Çünki məqsəd uşağa uyğun bir mühit yaratmaq və onun təbii inkişafını dəstəkləmək idi. Belə bir fikir var ki, uşağın sərbəstliyi öyrənmənin açarı hesab olunur. Bəs nə üçün biz Montessori yanaşmasını seçə bilərik? Çünki uşaqların liderlik bacarıqlarını önə çıxarır, öyrənmə fəaliyyətini sakit və sərbəst bir mühitdə keçirir. Ən əsası da uşaqların fərdi xüsusiyyətlərini nəzərə almış olur. Və Montessori yanaşmasının 3 əsas tərəfi var ki, bir qrupda müxtəlif yaşlı uşaqlar toplanır, uşağın ehtiyacına uyğun təlim materialları təmin edilir və bir də uşağın ehtiyacını anlayan, uyğun şəkildə uşaqların ehtiyacını qarşılayan bir müəllimlə qrupda işləmək lazımdır. Və Montessori yanaşmasında müxtəlif yaşlı uşaqlar birlikdə təhsil alır. Çünki böyük yaşlı uşaqlar burada kiçiklər üçün rol modeli olur. Empatiya, özgüvən bacarıqları artmış olur. Kiçiklər də təbii ki, artıq böyük uşaqlardan təcrübə qazanmış olur. Montessori yanaşmasının hansı üstünlükləri var? Uşaqlarda özgüvən, məsuliyyət, məqsəd yönlülükdür, başqalarına hörmətdir, səliqəlilik və empatiya bacarıqlarıdır. Əsasən tədris materialları xüsusi hazırlanır materiallar və özünü düzəltmə prinsipinə əsaslanmış olur. Bəs müəllimin rolu necə olur? Gözə görünməz icra edici və yaxud gizli rəhbər də deyə bilərik. Burada müəllim müşahidə edir, yönləndirir, ancaq müdaxilə etmir və uşağın maraq, inkişaf tempinə uyğun da dəstək göstərmiş olur. Bəs yaxşı, Maria Montessori yanaşmasının öyrənmə prinsipləri hansılardır? Təcrübəyə əsaslanma, daxili motivasiyanın gücləndirilməsi, sərbəst seçim və məsuliyyətin formalaşdırılması və bir də uşağın ritminə hörmət. Bunlar əsasən Maria Montessori yanaşmasının vacib xüsusiyyətləridir. Sonra Reggio Emilia yanaşması. Loris Malaguzzi tərəfindən 1944-cü ildə İtaliyanın Reggio Emilia şəhərində yaradılmışdır. Əsas prinsipləri hansılardır? Uşaq öyrənmənin mərkəzində dayanır. Ətraf mühiti 3-cü müəllim hesab edirik və burada 100 dil fəlsəfəsi var ki, 100 dil o deməkdir ki, uşaqlar müxtəlif vasitələrlə özünü ifadə edir. Məsələn, sözlə, rəsmlə, rənglə, musiqi ilə, rəqslə, oyunla, fotolarla, videolarla, hekayələrlə, plastilin və işlə və burada əsasən demokratik öyrənmə də var ki, qərarlar bircə qəbul olunur. Bir var avtoritar öyrənmə, avtoritar üslub, bir var demokratik. Bizə lazımdır Emilia yanaşmasında demokratik öyrənmə. Əməkdaşlıq və layihə əsasında öyrənmə burada ön plandadır. Ailə məktəb tərəfdaşlığı var. Portfolio ilə qiymətləndirmə, yəni uşaqların məlumatlarının saxlanıldığı qovluq. Bəs Emilia yanaşmasının əsas ideyası nədir? Uşaqlar arasında əməkdaşlığı inkişaf etdirir, müstəqil öyrənmə bacarıqlarını formalaşdırır və cəmiyyətlə uşaq arasında əlaqəni düzgün qurmuş olur. Müəllimin rolu nədən ibarətdir? Müəllim bələdçidir. Dedik Montessori'də gözə görünməz icra edicidir. Ancaq Emilia'da sadəcə bələdçidir. Uşağın suallarını dəstəkləyir, fikir mübadiləsinə şərait yaradır, cütlüklərlə işləyir, dinləmə bacarıqları var və çalışır ki, uşaq öz qərarını versin. Montessori yanaşmasına qeyd etmədim. Montessori yanaşması Piaget nəzəriyyəsinə əsaslanır. Çünki Montessori'də 2 mərhələ var. 0-3 şuursuz, 3-6 şuurlu mərhələ. Yəni burada uşağın özünün öyrənməsinə şərait yaradır, eyni ilə Piaget nəzəriyyəsindəki kimi. Və daha sonra ətraf mühiti 3-cü müəllim hesab etdik. Burada fiziki mühit var, sosial mühit var, simvolik mühit var. Çünki mühit uşaq-uşaq, böyük uşaq arasında sosial əlaqələri gücləndirmiş olur. Bəs portfolio qiymətləndirmədə nələr qeyd olunur? Uşağın işləri, müşahidə qeydləri, foto, videolar və inkişaf dinamikası.
Öyrənmə prosesi necə olur? Uzun müddətli layihələrdən istifadə edilir. Çünki uşaqların marağına uyğun tədqiqat aparmalarına şərait yaradılır. Sonra, məsələn, sensor təcrübə, kəşf etmə, araşdırma burada ön planda olur. Müxtəlif yaşlı uşaqlar eyni qrupda birləşir və bir-birindən öyrənir artıq. Və uşaqların fikirlərini ifadə etməyə, müzakirə etməyə təşviq etmə var. Rəqəmsal mühit yaradıcılıq burada ön plandadır. Məsələn, uşaqlar öz tədqiqatlarını foto, video, səs yazıları ilə sənədləşdirir. Təbii ki, bu da uşaqlarda həm idraki, həm yaradıcı düşüncəni, həm də media savadlılığını inkişaf etdirir. Və Reggio Emilia yanaşması uşağın marağına, potensialına, ifadə imkanlarına hörmət edir. Uşaqların müstəqil yaradıcı, sosial məsuliyyətli bir birey kimi, bir şəxsiyyət kimi yetişdirilməsində mühüm rola sahibdir. Ailə icma ilə sıx əməkdaşlıq var ki, valideynlər layihələrə qatılır, mühitin qurulmasında, öyrənmə prosesində fəal iştirak etmiş olur. Daha sonra Waldorf. Rudolf Steiner tərəfindən 1919-cu ildə Almaniyada yaradılmışdır. Bəs Waldorf yanaşmasının əsas məqsədi nə idi? Uşağın mənəvi, emosional, yaradıcı inkişafını dəstəkləyən humanist bir təhsil mühiti yaratmaq. Əsas ideyaları nədən ibarət idi? Uşaqlar təbii, qayğıkeş, rahat bir mühitdə böyüməlidir. Azadlıq, yaradıcılıq, xəyalla inkişaf, yaradıcılıqla inkişaf ön plandadır. Və 7 yaşa qədər uşaqlarda akademik biliklər öyrədilmirdi. Əsasən bunun əvəzinə oynamaq, kəşf etmək ön planda idi. Mənəvi, estetik, emosional inkişaf burada əsas götürülürdü. Bəs müəllimin rolu necə idi? Bir daha xatırlatma edək. Montessori'də gözə görünməz icra edici, Emilia'da bələdçi, Waldorf'da mənəvi bələdçidir. Və uşaqlara azadlıq verir, ancaq müdaxilə etmir. Gözəllik dəyərləridir, yaxşılıq, həqiqət, dürüstlük aşılanır. Davranış problemlərində hekayədən, sənətdən, fəaliyyət dəyişimindən tətbiq etməyə önəm verir. Və tətbiq edərək burada öyrənmə prinsipi əsas götürülür. Mahnı, sənət, oyunlar vasitəsilə öyrənmə var və öyrənmə prosesi tanışlıq, təcrübə, anlayış 3 hissədən ibarət hesab olunur. Daha sonra təbii materiallardan istifadə olunur. Oyuncaqlar əsasən əl işi və taxtadan hazırlanmış olur. Təbii rənglərə, estetik mühitə üstünlük verilir. Texnologiyaya üstünlük verilmir. Yəni planşetdən, televizordan, telefondan istifadəyə icazə verilmir. Uşaq həyatında mənfi rolundan bəhs edir texnologiyanın. Əsasən təbii materiallardan istifadə daha onun üçün ön planda hesab olunur. Üstünlüyü hansıdır? Uşağın hərtərəfli və balanslı inkişafını təmin edir. Yaradıcılıq, müstəqillik, sosial məsuliyyət hissi güclənir. Təbii estetik öyrənmə var və öz tempində uşaqlar inkişaf edir. Və Waldorf pedaqogikası uşağın ruhuna azadlıq verir. Təbiətlə harmoniyada yaşamağı, insanı bütöv şəkildə inkişaf etdirməyi hədəfləmiş olur. Daha sonra baxacağıq Friedrich Froebel. Uşaqlarımız üçün yaşayaq. Uşaqlarımız üçün yaşayaq devizi. Əsas ideyası nə idi? Uşaq bağçasının əsas məqsədi uşağın təbii qabiliyyətlərinin inkişafına kömək etmək və onun hərtərəfli bir şəxsiyyət kimi inkişafının təməllərini yaratmaqdır. Tərbiyədə əsas vasitələri incəsənət, dil, musiqi, oyun, əmək, riyaziyyat əsasında qeyd edirdi. Çünki bu vasitələr uşaqlarda həm estetik qabiliyyəti, həm fiziki, həm əqli, həm əxlaqi, həm də dini qabiliyyətləri inkişaf etdirəcək. Və əsasən Froebelin fikrinə görə uşaq bağçasında bitki bəslənən kimi, uşaq da uşaq bağçasında bəslənir. Bağçada güllərə bağban qulluq etdiyi kimi, uşaq bağçasında da tərbiyəçilər, bağbanlar uşaqlara qulluq etməlidir. Yaş dövrləri var idi. Körpəlik dövrü 2-3 yaş dövrü, məktəbə qədər dövr 3-7 yaş dövrü, erkən yaş 7-10, yeniyetməlik də 11-15 yaş. Və əsasən məşğələlərə önəm verirdi. Uşaq bağçasında məşğələlərə önəm verirdi. Əsasən uşağın yaradıcı fəaliyyətini oyunda, məşğələlərdə görürdü və oyun böyüklərin əlində pedaqoji vasitə olmalı idi. Bir də Froebelin hədiyyələri var idi ki, birinci hədiyyə rəngli toplar idi.
Burada top bütöv olurdu, hər tərəfdən bağlı olur və uşaqda hərəkət, diqqət, məkan, zaman qavrayışı inkişaf edir. İkinci hədiyyə, deməli, ağac altlığa bərkidilmiş kürə, kub, silindirdir. Formaca bir-birindən fərqlidir. Uşaq ziddiyyətləri görüb fərqləndirəcək, fiqurları qurmuş olacaq. Üçüncü hədiyyə 8 hissəyə bölünmüş kubiklərdir. Artıq uşaq əşyanın daxili quruluşunu öyrənəcək, söküb yığma bacarıqlarını öyrənəcək. Dördüncü hədiyyə 8 hissəyə bölünmüş kərpiçlərdir. Artıq uşaq uzun, enli, hündür, sahə, məkan, həcm anlayışını qavramış olur. Beşinci hədiyyə 27 hissəyə bölünmüş kubiklərdir. 21 bütöv, 3-ü dördbucaq, 3-ü kəsik hissədən ibarət olur və uşaqlar müxtəlif fiqurlar qurur. Sonuncu, 6-cı 27 hissəyə bölünmüş kərpiçlərdir. Bu da tikinti materialı kimi istifadə olunur. Uşaqlarda məkan təsəvvürü, yaradıcı təsəvvürləri inkişaf etdirmiş olur. Və 1782-1852-ci illəri əhatə edir tarix. Burada elementar məktəbin planını hazırlamışdım. 1836-1837-ci illərdə ilk uşaq müəssisəsini açıbdı 1837-ci ildə. Öz müəssisəsinə, yəni uşaq bağçası adını vermişdi 1840-cı ildə. Daha sonra Ana Laylası əsəri 1843-cü ildə. Friedrich Frebel'in həftəliyi əsərini buraxmışdı 1850-ci ildə və 1852-ci ildə də Marienthal şəhərində vəfat etmişdir. Və onun ölümündən sonra ideyaları geniş yayılmış, bir çox ölkələrdə də uşaq bağçalarının açılmasına səbəb olmuşdu. Bugünlük bu qədər. Bugün sizə 4 yanaşma haqqında vacib açar məqamlarla hazırlanmış qeydlərimi verdim. Növbəti isə Piaget, Vygotsky və Howard Gardner nəzəriyyəsi haqqında olacaq. Hər birinizə uğurlar.